Mən Mustafayeva Raya Xurşid qızı 2018-ci ildən Arazda təmizlikçi kimi fəaliyyətə başlamışam. Bir neçə illər orada işlədikdən sonra mən bu sənəti sevdiyim üçün Arazın Xonca şöbəsinə işə girmişəm. Çörəklərimiz keyfiyyətli xam maldan və gigiyenik qaydada hazırlanır. Gözəl təndir çörəyimizin tərkibi 10 kilo unumuza 200 qram duz, 100 qram şəkər tozu, 200 qram maya töküb xəmirimizi yoğururuq və bu gözəl çörəkləri əldə edirik. Biz istəyirik ki, müştəriləri gülər üzlə razı halda yola salaq. Biz o çörəyə sevgimizi qatırıq. Mən sənətimi çox sevirəm. Ona görə də istəyirəm həmişə bu sürətdə fəaliyyət göstərim.